Sinema Radyo, Sinema Radyo, Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasını dinləyirsiniz. Bugün qonağımız əməkdar incəsənət xadimi, qocaman kino tədqiqatçısı Aydın Kəzimzadədir. Aydın müəllim, xoş gördük. Salam. Aydın müəllim, 10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev və kinematoqraf əslində bu söz birləşməsini də, bu fikri məhz siz gətirdiniz Azərbaycan publisistikasına və gəlin başlayaq oradan ki, Heydər Əliyev Azərbaycan kinematoqrafında 1969-cu ildən etibarən ömrünün son gününə qədər hansı töhfələri verdi? Əslində kitabınızda hamısı ətraflı şəkildə verilib. Amma gəlin bir daha xatırlayaq dinləyicilərimiz üçün. Məsələ burasındadır ki, 1969-cu ildən yox, 66-cı ildən, hətta 65-ci ildən artıq o Azərbaycan kinosuna diqqət yetirirdi. İstintaq davam edir, belə bir film çəkilirdi. Çəkislərin həyatından. Əlçətlər Atakiyev özü çəkirdi onu. Deməli, o gəlirdi kinostudiya çəkilişdən sonra. Danışırdı ki, orada bir nəfər var. O vaxtı Ulu Öndəri elə çox adam tanımırdı ya, Heydər Əliyevi. Çünki o KGB-də işləyirdi deyə, Dövlət Təhlükəsizlik Komitəsində. Yəni bu ictimaiyyətin içərisində çox elə tanınmırdı. Gəlirdi, qeydirdi ki, orada bir nəfər var. Elə kömək eləyir bizə. Elə kömək eləyir bizə. Əməl nə istəyirik, hamısını yerinə yetiririk. İşimiz də əla gedir. Sonradan deməli məlum oldu ki, bu Heydər Əliyevdir. Çünki filmin məsləhətçisi Çiviqun idi o vaxtı. Çiviqun da Təhlükəsizlik Komitəsinin sədri idi. O da burada tapılmırdı. Moskvada burada olurdu. Heydər Əliyev mavin idi. Amma bütün film başdan ayağa nə lazımdırsa onun köməkliyi sayəsində çox uğurla da alındı. Bax, oradan başlandı hər şey. Və məsələ burasındadır ki, mən hətta ona qədərdir mən Heydər Əliyevi tanıyırdım şəxsən. Nətər tanıyırdım? Deməli, mən redaksiya, bu qəzet redaksiyası Kinoprokatın nəzdində idi. Kinoprokatda da filmlərin, bütün SSR-dən gələn filmlər hamısı prokata yığılırdı, sonra verilirdi kinoteatrlara. Bunların içərisində təzə Azərbaycan filmləri olurdu. Kino çəkiləndən sonra Azərbaycanda prokata verilirdi. Yəni Azərbaycan dilində olan, amma Rus dilində olan Moskvaya göndərilirdi dublyaj üçün. O vaxtı bir də xaricdən gələn elə xarici filmlər olurdu ki, bu xarici filmlər də prokata gətirib gəlirlər bunları. Axşamlar iş qutarandan sonra Mərkəzi Komitənin nümayəndələri gəlib oturub filmlərə baxırdılar. O axşamlar Mərkəzi Komitəyə xəbər verilirdi ki, təzə film gəlib. Yığışıb gəlib baxırdılar. Hətta ailə ilə gələnlər də olurdu. Uşaqları ilə gəlib baxırdılar. Bir günləri dedilər ki, Heydər Əliyev artıq komitənin sədri idi. Dedilər ki, biz Heydər Əliyev gələcək filmə baxmağa. İlk dəfə mən onu orada görmüşəm, prokatda görmüşəm. Şinel, hündür insan, şineldə belə maraqlı bir insan gəlirdi, gedib zala girirdi, tək başına otururdu, heç kim olmurdu yanında. Axırda otururdu özü də, lap axırda. O gələndə mənə tapşırmışdılar ki, sən çaydır, sudur, yaxud da ki meyvədir, nə hazırlansa sən apar qoy onun qabağına. Və mən də böyük məmnuniyyətlə eləyirdim bunu. Və o vaxtı əməli başlı tanımırdıq da. Çünki qapalı yerdir, məlum dördür bizə. Bir müddət var belə keçdi və inandırıram sənə ki, çox maraqlı idi. Gəlib otururdu, nə sudan, nə çaydan 1 qram da olsun içmirdi.
Belə məhtər qalırdım ki, yəni bu oturub bütün 2 saat oturub filmə baxır. Amma istifadə eləmirdi heç nədən. Bir orada mən onu görmüşəm. Sonra da deməli kinoya gələndən sonra bəli, artıq o gəldiyi gündən başladı o kinematografla yaxından məşğul olmağa. Təkcə kinematografla yox, teatrda o cümlədən, sonra rəssamlıqla o cümlədən. Hələ eşidirdik ki, sərgi açılıb oradadır. Təzə tamaşa gedir oradadır. Sonra konsert gedir filarmoniyada oradadır. Yəni hər yerə əli çatırdı onu. O cümlədən də filmlərə baxmağa gəlib oturub baxırdı. Və sonradan artıq Mərkəzi Komitənin özündə baxırdı filmlərə, təzə filmlərə. İş elə getirdi, gəldi ki, bu kinonun tarixi ilə bağlı mən araşdırmalarımı aparanda bu bizim Məmməd Qurbanov komitənin sədri onun yanına gedib çıxdı ki, bizim tariximiz var 1915-ci il Neft Milyonlar Səltənətində. O bu işlə də məşğul oldu. Və mənə yaxşı yadıma gəlir, əməli başlı kinosu üçün pul buraxdı ki, bu iş təşkil olunsun, yəni yubiley. Sonra tarixi təzədən bir də dəyişəndən sonra 1898 yenə də onun deməli imzası ilə bu məsələlər həll olundu. Və mən özümü çox xoşbəxt hesab edirəm ki, hər il avqustun 2-si gələndə Azərbaycan kinosu günü həm mən kino işçisi kimi sevinirəm, həm də ki o tarixi tapıb və Ulu Öndər öz imzası ilə qoyandan sonra bu yəni həyata keçdi bu məsələ. Bir də ona görə sevinirəm. Ulu Öndər özü də təkcə filmlərə baxmaqla qurtarmırdı. O fikrini söyləyirdi. Çox maraqlı fikirləri olurdu. Onun istədiyi, sevdiyi filmlər var. Misal üçün burada mən o filmlər haqqında orada siyasını da tutmuşam burada. Hansı filmləri o sevirdi. Elə filmlərimiz vardı bizimki. Hətta o filmlərə xüsusi diqqət yetirirdi. Onun çəkilişinin əvvəlindən axırına qədər o diqqətlə yəni müşahidə edirdi ki, o film çəkilib ortaya çıxsın. Onun bir dənə sözü var idi. O kino işçilərini yığanda demişdi. Demişdi ki, tarixi filmləri çalışın, çəkin. Çünki özü də o bədii səviyyəsindən asılı olmayaraq, ola bilər ki, yüksək səviyyədə olsun, ola bilər ki, biraz aşağı səviyyədə, amma tarixi filmləri xüsusi olaraq çəkin. Çünki o bizim tariximizdir. Və o tarixi biz ortaya qoymalıyıq ki, gələcək nəsillər də bu tarixdə baxıb öyrənsinlər, əyani şəkildə özü də. Bax, bunu deyirdi. Ona görə də tarixi filmlər gələndə bu özü məşğul olurdu bu işlə. Babək filmi. Babək filminə Moskva ümumiyyətlə qısqancılıqla yanaşırdı həmişə. Aydın müəllim, Babək filminin baş prodüseri ilə Heydər Əliyev olub əslində. Elədi, bəli, elədi. Nəinki baş prodüseri, həm də o filmin ortaya çıxmağının səbəbkarı olub. Çünki ola bilərdi ki, o film alınmasın. Əvvəla Moskva deməli 600.000 rubl pul ayırdı filmə. Ulu Öndərə gəlib çatanda bu məsələ, baxdı gördü ki 600.000-ə Babək olmaz. Olacaq Koroğlu kimi. Ona görə Respublikanın özünün fondundan 1 milyon əlavə pul ayırdı. Bu elədi 1.600.000. Sonra da məsləhət gördü Eldar Quliyevə ki, bu filmi müştərək çəkmək lazımdır Mosfilmlə. Ona görə yox ki, misal üçün, bacarmayacağıq biz çəkməyə. Ona görə ki, bu filmdə həddindən artıq qalxanlar, qılınclar, paltarlar olmalıdır. Və Respublikanın gücü çatmazdı bu işi görməyə. Ona görə Mosfilm öz atında süvarilər olmalıdır. Yüzlərlə süvari, 500 süvari olmalıdır. Və bunların hamısı nəhəng bir işdir bu. Sonra da bana tapşırmışdı, deməli, yanında olan rəhbər işçilərindən birinə ki, nəzarəti sən elə.
O adam da deməli nəzarətin əvəzinə qarışırdı Eldarın işinə. Deyirdi ki, bunu lazımdır çəkmək, yaxud da ki, bunu belə eləmək lazımdır. Halbuki o uzaq adam idi də kinodan. Axırda söhbət gəlib çatmışdı Heydər Əliyevə və o da yığıb Eldarı da bütün yaradıcı heyəti və o yoldaşı da çağırmışdı. Görün nə qədər belə nəzakətlə Ulu Öndər işlədi ki, məsələni elə qoydu ortaya ki, o adam da incimədi. Çünki onun yanında işləyir axı. O da incimədi. Qeyd etdi ki, Eldar Quliyev rejissordur və cavabdeh də odur. Gəlin ona mane olmayaq, o çəksin filmi. Sonra biz baxaq, əgər alınmasa, onun bütün o cavabdehi Eldar Quliyev olacaq. Bax, bu sözləri demişdi. Ona görə də ona mane olunmadı Eldara və Eldar bu filmi çəkdi həqiqətən. Burada Mosfilmdən 500 dedilər, yəni nə qədər dedilər, süvari, atlı, özdəki vagonlarla atları getirib gəldilər Naxçıvana. Çox qəribə şeydir. Yəni ölkənin rəhbərinin dəstəyi olmasaydı bu baş verməzdi. Olacaqdı Koroğlu'nun tayı. Koroğlu 60-cı ildə necə çəkildi və heç kim ona yiyə durmadı və bu da elə olacaqdı. Gör, maraqlı hadisələr olur. Deməli, Naxçıvanda bu çəkiliş gedəndə çoxlu adam lazımdır. Həddən çoxlu adam. Özə gəlib düşüb bu, deməli, üzüm yığımına. Cəmaat hamısı pambıq olanda, üzüm olanda hamısı tarlada olurdu da. Heç kim olmurdu ki şəhərdə, kənddə heç kim olmurdu. Və onda gedib deməli, şahid edirlər ki, biz adam yoxdur çəkməyə Naxçıvanda. Heydər Əliyev xəbər verir ki, Naxçıvanın böyüyünə ki, rəhbərinə, sən o adamları çıxart hamısını göndər gəlsinlər çəkilişə. Bu illəri planı yetirməsəydi onlar, üzüm planını. Gələn illəri 2 qat artıq yetirərik planı. Və adamlar da gəldilər, əməli başlı çəkildi film, ortaya da qəşəng çıxdı. Hətta film Moskvada göstəriləndə Bandarçuka demişdilər ki, Azərbaycana verilən o qəpik quruşla Azərbaycan bax gör Babəki ne cür çəkilib. Amma sən o bir film çəkmiş deyə o filmə o milyonla pul qoyuldu. Amma orada döyüş səhnələri adı vardı. Filmin adı yadından çıxıb. Səndə film alınmayıb. Amma Eldarda alınıb. İstintaq filminin tarixi çox maraqlıdır. Yəni cəsarətli film idi. Ölkənin birinci şəxsi mübarizə aparırdı korrupsiyaya qarşı. Bu dövrdə mənim yadıma gəlir. Deməli, hökumətin nəzarətindən çıxmış sexlər var idi. Kimi ayaqqabı hazırlayırdı, kimi paltar hazırlayırdı. Yəni ki, buna hökumətin xəbəri olmurdu bundan. Və 1 milyon əgər pul yığan həmən o sexin rəhbəri 1 milyonu əgər pul, yəni qara pul da deyirlər, yığa bilirdisə, o adamı tutub gülləliyirdilər. Amma o 1 milyondan aşağı yığılan pula görə 10 il, neçə il iş verilirdi o adamlara. Bunlar hamısı mənim gözümün qabağındadır. O, deməli, Ulu Öndər hakimiyyətə gələndən sonra, yəni birinci katib olandan sonra çağırmışdı kino işçilərini və tapşırmışdı onlara ki, siz texapçiliklər haqqında film çəkin. Düz özü yerində demişdi ki, yəni ki, texapçiliklər. Ünvanı göstərmişdi. Ünvanı göstərmişdi. Özü də bu çox təhlükəli bir şeydi ölkə üçün. Yəni burada Sovet hökumətindən kənar bir hökumət var. Yəni bunun bilirsən sonraki məsələlər. Amma Ulu Öndər qorxmurdu və o cəsarətli bir insan idi. Ona görə bu filmi çəkdilər. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov əvvəlcə bunun tamaşasını qoydular teatrda və sonra da bu film ekranlara çıxanda Moskva dedi ki, biz bunu buraxa bilmərik. Çünki qadağa qoyuldu. Bizim
bu deməli cavanların çəkdiyi iki film. Bir Cənub şəhərində filmi də o cümlədən. Əvvəl 69-cu il idi. O film çəkildi. Nə qədər, bir il ya nə qədər qaldı deməli rəfdə. Onu ekranlara qoymadılar çıxsın. Və ondan sonra yenə də Heydər Əliyev Moskvaya müraciət elədi və dedi ki, biz qayda qanun yaradırıq da. Mən gəlmişəm hakimiyyətə, qayda qanun. Bu mənə kömək edəcək. Bax, təxminən belə şeylərlə. Çünki orada rüşvət məsələsi var idi. Milisioner deməli yoldaşlardan birindən pul alır, 3 manat pul alır. Moskvada MVD-nin o bölgeyi Daxili İşlər Naziri. Daxili İşlər Naziri demişdi ki, xeyr, bizdə deyir, pul zadı aldı yoxdur. Milisionerlər pul almırlar. Ha, necə almırlar? Bu filmi o vaxtı deməli Ulu Öndərin sayəsində ekranlara buraxıldı. Film ekranlara buraxıldı və mən o vaxtı jurnal alırdım. Sovetski ekran jurnalını. Orada bir də gördüm ki, bu bir dənə yazı var. Deməli, Kutaisi'dən yazmışdı kimsə. Deyir ki, mən bir Cənub şəhərində filminə baxanda mən hələ bildim ki, bu hadisələr Kutaisi'də baş verib. Deməli, bütün ölkə o gündəydi. Ona görə bu film Sovet hökumətinin astar üzünü göstərirdi. Göstərirdi ki, o Sovet ideologiyası ayrı şeydir. Amma əslində budur məsələ. Ona görə də bunu buraxdılar. Qaldı istintaqa. İstintaqda orada da icazə verilmədi. Amma Ulu Öndər getdi çıxdı Brejnevə qədər. Bunu kinostudiya hamısı danışırdı, gülürdülər. Gedir deyir Brejnevə ki, film mən korrupsiyaya qarşı mübarizə aparıram. Özünüz misal demiş ki, bütün bu əyri işləri yığışdırmaq lazımdır. Mən də mübarizə, mən özüm demişəm uşaqlara ki, çəkin bu mövzuda filmi. İndi Moskva qoymur ki, olmaz, bizdə belə şey yoxdur. Əşi var da, necə yoxdur? O da götürüb zəng eləyib Brejnev, kino komitəsinin sədrinə. Qeydib ki, bu filmi buraxın ekranlara, qoy görsünlər ki, Azərbaycan nə gündədir. Da o adam Brejnev başa düşmür ki, Azərbaycan yox, bütün eseri bu gündədir. Çünki texafişiklər 15 respublikanın hamısında var idi. Hamısı da Levi işlərlə məşğul idi. Bilirsən, ona görə bu cəsarətli məsələlər, uşaqlar da bizim kino işçiləri çox cəsarətlə işləyirdilər. Mövzuları qoyurdular və açırdılar da əntiqə. Aydın müəllim, İmtahan filmi yazıcı Anarın Şəhərin Yay Günləri piyesi əsasında çəkildi. Şahmar Ələkbərov və Gülbəniz Əzimzadənin müştərək işi idi. Bu filmin ortaya çıxması ilə bağlı Anar müəllim deyir ki, Heydər Əliyev gəldi, piyesə baxdı və sonra səhnə arxasına keçib filmlə bağlı göstəriş verdi ki, bu film çəkilməlidir. Gəlin bu filmdən danışaq, çünki burada da universitetlərə qəbulda rüşvət məsələləri tənqid olunurdu. Anar müəllim bu əsəri yazanda çox cəsarətlə yazmışdı bunu. Yəni həqiqətən hər il yay vaxtında institutlara, universitetlərə imtahanlar gedəndə valideynlər əlləşirdilər ki, övladlarını bildi, bilmədiyi instituta salsınlar. Ona görə burada rüşvət məsələsi çıxırdı ortaya. Və Anar müəllim də çox gözəl bir əsər yazmışdı. Və onu tamaşaya qoymaq istəyəndə icazə verməmişdilər ona. Artıq bu dəfə bizimkilər icazə verməmişdi Anar müəllimə. Onda o müraciət eləmişdi Heydər Əliyevə ki, mən bunu yazmışam, bunu ben. Demişdi, bu tamaşanı hazır eləyin, gəlib özüm baxacağım. Və gəldi, baxdı və dövlət mükafatı verdi hətta. Bax, bu hadisə belə olur. Və orada demişdi ki, yaxşı olardı ki, bunun bir ekran variantı da çəkiləydi. Ekran variantı düzdür çəkildi, amma tamaşadan çox zəif oldu. Çox zəif oldu, təəssüf edirəm mən buna. Sonra ümumiyyətlə Ulu Öndər hansısa bir məsələ ilə bağlı öz fikirlərini bildirirdi kino ilə bağlı. Misal üçün, Qaynana filmi gedib Muskamediyada oturub baxıb bu filmə, əsərə baxmışdı.
Baxandan sonra uzaq görən idi də. Çünki insan heç bir həyatda qalmır axı insan. Bu Nəsibə Zeynalova bir gün var, sabah yoxdur. Və onun oyunu o da xoşuna gəlmişdi ki, və demişdi ki, bu mütləq bu peysin ekran variantını da eləyir. Bu da Ulu Öndər'in sayəsində oldu. O ancaq onun sayəsində. O gedib baxmasaydı, onu çəkməyəcəkdilər o filmi. Getdi, baxdı və onun senarisi yazıldı, Əjdər İbrahimov yazdı. Və çox gözəl də bir film alındı. Yadigar qaldı bizə. Ulu Öndər'in ümumiyyətlə Azərbaycan kinosunda zəhməti çox böyükdür. Təkcə filmin çəkilməyi yox, eyni zamanda kino işçilərini qiymətləndirirdi o. Misal üçün, dəniz kənarında tikilən evlər var. O evlərdə nə qədər adam bu ev aldı orada, incəsənət xadimləri. İstər teatr, istər kino, evlər paylandı, özü havayı paylandı insanlara. Yəni bu insanlara da xüsusi diqqət yetirirdi ki, bu adamlar sənətlə məşğuldular və bunlara kömək eləmək lazımdır. Və onun vaxtında deməli gəldi, çıxdı ortaya bu prezident təqaüdü. O elədi bunları hamısını və indiyə qədər də davam edir. Aydın müəllim, 2000-ci ilin dekabr ayında çox böyük fərman imzalandı. Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı artıq tam təsdiq olundu və 2 avqust kino günü elan olundu. Kino xadimlərinə ilk dəfə kütləvi şəkildə mükafatlar, fəxri adlar verildi. Gəlin həmin tarixin əhəmiyyətindən danışaq. Təbii ki, sizin sayənizdə bu tarix müəyyənləşdi, dəqiq ortaya çıxdı. Amma gəlin bu tarixin əhəmiyyətindən və Ulu Öndərin buna diqqətindən danışaq. Ümumiyyətlə, o tarix məsələsi çox çətindir. Özü də çıxış eləyəndə demişdi onu. Demişdi ki, tarixi dəyişmək 5 il, 10 il çox çətin məsələdir. Amma Azərbaycanda bir halda ki, bu tarix haradasa neçə il geri çəkilir, deməli, Azərbaycan sivilizasiyalı ölkədir olub vaxtı ilə. Və Azərbaycanın da bu sivilizasiya bir ölkə olması, ona görə də dünyanın hər yerindən insanlar axıb gəlirdilər Azərbaycana. Həm işləməyə, həm də yaşamağa gəlirdilər. Ulu Öndərin indi yadıma düşür mənim, Sovet Azərbaycanının 50 illik yubileyini keçirilməsi. Çox maraqlı bir hadisədir bu. Mən orada Ulu Öndəri 2 dəfə gördüm. Deməli, göstəriş belə verilmişdi ki, dəniz kənarında, Azinev tərəfdə, dəniz kənarında böyük bir deməli, yer düzəldi, yəni müvəqqətidir belə, yəni bina düzəldi. Və orada bütün sahələr üzrə sərgi açılmalı idi. Yəni kinoyla bağlı redaktör işi mənə tapşırıldı, amma tərtibat işi Nadir Zeynalov, rəssamımız vardı bizim. Ona tapşırıldı. Biz ikimiz gedirik burada, iş görürdük. Deməli, Elmlər Akademiyası, İdman, Səhiyyə, hamının orada özünün bölmələri var idi. Günlərin bir günü dedilər ki, biz Heydər Əliyev gəlir baxmağa. Hələm açılışa yox, baxsın, görsün ki, işlər necə gedir. Onda mən gördüm Heydər Əliyevi. Gəldi bir hamısına çox diqqətlə baxa-baxa. Elə misal üçün sərgi olurdu orada ki, ya səhiyyədir, ya idmandır. Misal üçün deyirdi ki, değişin bunları. Bunları değişin, bunlar olmaz. Yaxud da hani falan şey. Onları götürün, gəlin, qoyun bura. Yəni bu dərəcədə bu bilirdi bütün sahələri. Azərbaycan kinosuna gəlib çatanda çox maraqlıdır. Hər 2 dəfə açılışda da gəldi. O diqqətlə baxırdı bütün o şəkillərə. Yəni kinoda işləyib həyatda olmayan sənətkarlar. Bunları tanıyırdı axı vaxtı ilə. Ona görə bu gəlib Elmlər Akademiyasına çatanda Elmlər Akademiyasının prezidentini
Bilirsən nələr dedi ona? Mən gedib yaxından dayanıb qulaq asırdım mən. Qeyd ki, gələn dünyanın hər yerindən qonaqlar gələcək bura. Bunlar bizim akademiyanın işlərinə bunlardır, bu işlərə baxacaqlar. Hanı Elmlər Akademiyasının falan işi? Bir baxdım gördü, bu Elmlər Akademiyasında nə işlər görülür? Hamısını bilir bu əzbərdən. Və o qeyddir ki, prezidentə ki, bunları değişin. Gedin falan şeyləri getirin, gəlin, bunları da qoyun bura. Sonra açılışa gəldi. Açılışa gələndə hamı diqqətlə, deməli 2 nəfər idik biz kinoda. Mən dayanmışdım aşağı tərəfdə, bizim kino komitəsinin sədri dayanmışdı baş tərəfdə. Gəldi, Ulu Öndər fırlandı belə, hamısına baxa. Gəldi, çatdı bizə. İndi salamlaşdıq, gəldi. Mənim yanımda da Babəkin deməli düzəltmişdik biz. Deməli bütün paltarlarını qurmuşduq. Xəncəli, qalxanı, zadı. Bircə özü yox idi. Falan her şey qurulmuşdu. Bir də yan tərəfdə təxminən bir metrəlik ya biraz da böyük vaza var idi. Vaza qəşəng bir belə vaza idi. Onu da qoymuşdu orada. Bu priz idi, priz. Gəldi belə diqqətlə, yəni adamlara baxdı. Gəldi, keçdi mən tərəfə. Yandı bu şeyə xeyli baxdı. Bu Babəkə. Çünki onun zəhmətidir daxı o. Onun sayəsində çıxıb ortaya da. Baxdı, sonra birdən gözü sataşdı həmən vazlıya. Vazlıya satışanda qeyddi ki, İstintaq filmi Düşənbədə böyük mükafat alıb. Bu həmən vazadır. Bu hardan bildi belə? Vazca baxan kim bildi? Biz də qeydik, bəli, həmən vazadır bu. Bu, çünki İstintaq filmi o vaxtı ekranlara çıxandan sonra Moskvanın özündə kino işçiləri, yəni komitə, SSR Dövlət Kinematografiya Komitəsi, oranın bütün işçiləri, rejissorlar çox razı qalmışdılar filmdən, İstintaq filminə. Çox razı qalmışdılar. Ona görə Düşənbədə keçirilən Ümumi Kino Festivalına bu filmi təqdim elədilər və baş mükafatı verdilər. Baş mükafat, deməli, birinci mükafat deyə o Azərbaycan alırdı. Sonra, deməli, SSR Dövlət mükafatı verildi yaradıcı heyətə. Azərbaycanda SSR Dövlət mükafatını 2 filmimiz aldı, Cəmi Züllətanı. Arşın Malalan, o vaxtı Stalin mükafatı deyirdilər. Sonra da bir də bu İstintaq aldığımını, özü də SSR Dövlət mükafatı adlanırdı. Yəni bu dərəcəyə qədər Ulu Öndər Azərbaycan kinosuna xüsusi diqqət yetirirdi. Aydın müəllim, çox təşəkkür edirəm sizə belə maraqlı müsahibəyə görə. Ümummilli lider Heydər Əliyevin Azərbaycan kinematografiyası qarşısındakı xidmətləri əslində onun gələcək nəsillər qarşısındakı xidmətlərinin çox vacib bir hissəsidir. Minnətdaram bu tarixi bir daha bizə xatırlatdığınıza görə. Mən deməli özümdən razıyam ki, vaxtı ilə baxdım, gördüm ki, Ulu Öndər haqqında nə qədər kitablar yazılır. İqtisadiyyat, siyasət, cürbəcür sahələr. Amma kino yoxdur. Ona görə mənə heç kim deməyib ki, otur bunu yaz. Özüm oturdum və yazdım. Özü də öz puluma bunu çap elətdirmişəm. Maraqlı bu tərəfidir. Mən bunu heç kimə verməmişəm. Özüm çap elətdirdim mən bunu. Çünki mənim borcum idi bu. Ona görə də Elmlər Akademiyası, mən orada təqdim eləməmişdim bunu. Orada satışda görüblər bu kitabı, götürüb alıblar. Sonra mənim jubileyim 70 yaşım olanda, mənim 75, mən o institutda dərs deyirdim. Bir də gördüm ki, Elmlər Akademiyasının şöbəsi var, Heydər Əliyev şöbəsi. Onların özdə kağızla yazılmış şəkildə, yəni ki, bu kitab ilin ən yaxşı kitabı kimi orada qeyd olundu və mənə bunu göndərdilər. Bax bu imzanı, mən bu imzanı bu pəncəkdə heç vaxt çıxmayayım.
Sinema radyo, sinema radyo, sinema radyo.